Bakıda 2 gün leysan yağacaq, külək əsəcək, hava proqnozu açıqlandı. Milli Hidrometeorologiya Xidmətindən reporta verilən məlumata görə Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış yağacağı, noyabrın 4-dən 5-nə keçən gecə və səhər yarımadanın bəzi yerlərində intensivləşəcəyi gözlənilir. Yağıntı gündüz tədricən kəsiləcək, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-12, gündüz 15-18 dərəcə isti olacaq. Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətli leysan xarakterli olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11, gündüz 16-21, dağlarda gecə 0-5, gündüz 5-9 dərəcə isti olacaq.